Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində ənənəvi olaraq günün hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Qeyd eləyək ki, bugün oktyabrın 2-sidir və oktyabrın 3-ünə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu isə gecə 14-17, gündüz isə 19-24 dərəcə isti olacaq və Bakıda Abşeron yarımadasında isə şimal-şərq küləyinin əsəcəyi bildirilir. Bundan əlavə Azərbaycanın rayonlarında havanın da yağmursuz olacağı gözlənilir, lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu isə gecə 13-16 dərəcə isti, gündüz isə 19-24 dərəcə isti olacağı gözlənilir. Dağlarda isə gecə 4-8 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.